Hər vaxtınız xeyir olsun. Bugün biz Almanya mövzusuna, hansı ki Almaniyanın 19-cu əsrin birinci yarısı və 19-cu əsrin ikinci yarısında olan baş verən əsas hadisələrə diqqət yetirəcəyik. Gəlin keçid edək 19-cu əsrin birinci yarısında Almaniyanın siyasi vəziyyəti ilə bağlı geniş məlumat verək. Almaniyanın tarixi 1814-1815-ci il Viyana Konqresinin qərarları ilə başlayır 19-cu əsrdə. 19-cu əsrin birinci yarısında Almaniya digər Avropa dövlətlərindən fərqli olaraq dağınıq şəkildə idi. Feodal qaydaları və o cümlədən də siyasi pərakəndəlik hökm sürürdü ölkədə. Və 1814-1815-ci ildə Viyana Konqresi keçirilir və Viyana Konqresinin qərarlarına əsasən hansı ki Viyana Konqresinə gəlin bir dənə təkrar bir də baxaq. Hansı ki Napoleon Bonaparte 1-ci Napoleon 1813-cü ildə Leipzig döyüşündə, xalqlar döyüşündə xalqlara məğlub olur və xalqlar onu hara sürgün etmişdilər? Elba adasına sürgün edirlər və sonradan qalib dövlətlər və yaxud da qalib xalqlar deyək Viyana Konqresi keçirirlər və Viyana Konqresi 1814-15-ci illərdə keçirilir. Bu qərara əsasən burada əsas iştirak edən Prusiya idi və icazə verilir ki, Alman dövlətlərindən ibarət Alman ittifaqı yaradılsın və bu deməli ittifaqda da Avstriya və Prusiya mühüm rol oynayırdı. Yəni Prusiya və Avstriya bəli bu Alman ittifaqında ağalıq uğrunda gələcəkdə mübarizə aparacaqdı. Və belə bir məqama diqqət yetiririk və bu dövrdə 19-cu əsrdə Almaniyada ticarəti və sənayeni inkişaf etdirmək üçün müəyyən addımlar atılır. Məsələn, ticarəti genişləndirmək məqsədi ilə 1834-cü ildə Alman ittifaqında, yəni Avstriya istisna olmaqla gömrük sərhədləri ləğv edildi. Yəni ticarəti inkişaf etdirmək üçün 1834-də gömrük sərhədi ləğv edilir. Bu ticarəti inkişaf elətdirirmi? Bəli, müəyyən qədər ticarəti inkişaf etdirir. Və digər bir məsələyə diqqət yetiririk. Deyir ki, sənaye sahəsini genişləndirmək və yaxud da ki, inkişaf elətdirmək üçün sənaye istehsalını artırılmasını, həcmini artırmağa çalışırlar və bunun üçün də dəmir yolları çəkilir və dəmir yollarının çəkişi bəli sənaye istehsalının həcmini müəyyən qədər artırsa da deyir, Almaniya yenə də İngiltərə və Fransadan geri qalırdı. Baxın, Almaniya istədiyi uğuru əldə edə bilmir, istədiyi inkişafı əldə edə bilmir və bu iqtisadi həm inkişafı təmin etmək üçün nə etməli idi? Əlbəttə ki, iqtisadi inkişafı təmin etmək üçün, düşmənə qarşı birlikdə mübarizə aparmaq üçün ölkədə vahid dövlət olmalı idi. Lakin bu vahid dövləti yaratmaq da heç də asan deyildi. Yaxşı, nəyə görə bəs vahid dövlət yaratmaq bu qədər çətindir? Vahid dövlət yaratmaq yolunda əsas qarşıda duran maneə nədən ibarət idi? Gəlin buna diqqət yetirək. Vahid dövlətin, Almaniyada vahid dövlətin yaradılmasının, birləşdirilməsinin qarşısında duran əsas maneə həm siyasi, burada amillər var, həm də iqtisadi amillər. Gəlin siyasi amillərə diqqət yetirək. Siyasi amil ondan ibarət idi ki, Fransa Alman torpaqlarına qarşı işğalçılıq siyasəti yürütdüyünə görə Almaniyanı birləşdirmək mümkün olmurdu. O cümlədən Prusiya və Avstriya arasında çəkişmə var idi. Liderlik uğrunda Avstriya və Prusiya mübarizə aparırdı və burada bir digər siyasi amilə biz Viyana Konqresinin qərarlarını da götürə bilərik. Bu oldu siyasi amillər. Gəlin diqqət yetirək iqtisadi amillərə. Bəs vahid dövlətin yaradılmasında iqtisadi amil və yaxud da iqtisadi maneə nədir? Əlbəttə ki, iqtisadi maneə ondan ibarət idi ki, feodal qaydaları mövcud idi. Və onu da qeyd etməliyik ki, ölkənin şərqində torpaqların böyük hissəsi feodalların mülkiyyətində idi. Lakin Fransa sərhədində, yəni Fransa sərhədindəki, Fransa ilə sərhəddə Reynboy ərazilərdə və əyalətlərdə feodal qaydaları ləğv edilmişdi və deyir ki, kapitalist münasibətləri artıq yavaş-yavaş inkişaf etmişdi.
etməyə başlayırdı. Hər bir halda feodal qaydaları hələ də var. Bu iqtisadiyyatın inkişafında və yaxud da ki, ölkənin birləşdirilməsində maneə kimi, iqtisadi amil kimi feodal qaydalarının mövcud olmasıdır. Və müxtəlif pul ölçü çəki vahidlərinin olması da iqtisadi amil kimi götürə bilərik. Hansı ki, bu iqtisadi amil gələcəkdə dövlətin birləşdirilməsinin əsas maneələrindən birinə çevrilir. Burada biz indi diqqət yetirəcəyik 1848-ci ilə. 1848-ci ildə iqtisadi böhran xalqın vəziyyətini ağırlaşdırır və xalq inqilaba başlayır. Biz buna burja inqilabı deyirik və burja inqilabının qarşısında məqsədlər var idi. Bu məqsədlər nədən ibarətdir? Baxın, biz deyirik ki, ölkənin burada istəyirdilər ki, ölkə birləşdirilsin, yəni inkişaf üçün ölkə birləşdirilməlidir və vahid dövlət yaradılmalıdır. Bir də dedik ki, iqtisadi maneələrdən biri nə idi? Ölkənin inkişafının qarşısına alan maneələrdən biri nə idi? Feodal qaydaları. Bəli, həmin burja inqilabının əsas məqsədlərindən biri feodal qaydalarını ləğv etmək idi. İnqilabi qüvvələr 1849-cu ildə Prusiyada daxil olmaqla Alman dövlətləri ümumi Alman parlamenti açdı və orada təklif olundu ki, Frankfurt-Main şəhərində vahid Almaniya imperiyasının yaradılması ideyasını irəli sürdülər. Bu məsələyə Prusiya razı idi, lakin Avstriya razı olmaması, bu məsələdə razılaşmaması və Prusiyaya təzyiq göstərməsi nəticəsində Almaniyanın birləşdirilməsi baş tutmur və 1849-cu ildə onu da qeyd edək ki, Alman dövlətlərində inqilabi qüvvələr əleyhinə çıxışlar və ümumi Alman parlamentinin, yəni Alman parlamentinin qovulması ilə 48-49-cu ilin Alman inqilabı məğlub oldu. İnqilab məğlub oldu. Necə məğlub oldu? Deyirik ki, ümumi Alman parlamentinin qovulması ilə artıq məğlub olduğunu görürük. Yaxşı, biz bu inqilab məğlub oldusa, bunun müsbət nəticələri varmı? Deyirik ki, bəli, müsbət nəticələri ondan ibarət idi ki, Prusiyada konstitusiya qəbul edildi və burja inqilabından sonra Almaniyada sənaye çevrilişi başlayır və kapitalizmin inkişafı sürətləndirir. Amma bir məqama da diqqət yetiririk. Deyirik ki, Almaniyanın qabaqcıl ziyalı siyasi xadimləri var ki, onlar əgər biz davamlı inkişaf əldə etmək istəyiriksə deyir və dövlətin inkişaf etməsini istəyiriksə, mütləq şəkildə vahid dövlət yaradılmalıdır. Və bu vahid dövlətin yaradılmasını da o zaman Prusiya öz üzərinə götürdü. Hansı ki, onda Prusiya parlamentli monarxiya idi və Prusiya kralı 1-ci Wilhelm 1862-ci ildə deməli Otto von Bismarckı baş nazir, kansler təyin etdi və bundan sonra artıq biz diqqət yetirəcəyik ki, artıq Fransada, Almaniyada, üzr istəyirəm, Almaniyada artıq yavaş-yavaş inkişaf gedəcək və Otto von Bismarckın fəaliyyətinə biz xüsusilə nəzər yetirməliyik. Otto von Bismarck 1862-ci ildə baş nazir təyin edilib 1-ci Wilhelm tərəfindən. Otto von Bismarck nə deyirdi? Almaniyanın birləşdirilməsi üçün bəli, geniş bir fəaliyyət planı var. Otto von Bismarckın daxili siyasətində biz görürük ki, o parlamentli idarə sisteminə qarşı çıxırdı. Yəni demokratik azadlıqlara qarşı çıxır. Ölkənin dəmir və qanla birləşdirilməsinin tərəfdarı idi. Və xarici siyasətdə isə o Rusiya ilə yaxınlaşmışdı və deyirdi ki, biz məqsədimizə çatmaq üçün güclü dövlətlərdən dəstək almalıyıq. Əgər dəstək ala bilmiriksə, həmin ölkələrin birtərəfliyinə nail olmalıyıq. Və 1800 Almaniyanın birləşdirilməsi, xüsusilə Otto von Bismarckın timsalında deyək, birləşdirilməsində xüsusilə Otto von Bismarck əsas maneə kimi 3 dövləti əsas maneə kimi görürdü. Danimarkanı, Avstriyanı və Fransanı əsas maneə kimi görür və həmin ölkələrlə müharibə aparır. Biz ilk öncə Prusiyanın Danimarka ilə apardığı müharibəyə diqqət yetirəcəyik, nəzər yetirəcəyik. Gəlin görək harda daha aydın şəkil var. Bəli, bu Prusiya krallığı, daha doğrusu xəritə. Prusiya krallığı hansı ölkələrlə müharibə aparıb? Dedik, Danimarka ilə müharibə aparıb. Daha sonra Avstriya ərazisində müharibə aparıb və
ən sonuncu müharibəsi də Fransa ilə aparmışdı. Ən sonuncu müharibəni də Fransa ilə görəcəyik. Gəlin Danimarka ilə apardığı müharibənin illərinə diqqət yetirək. Danimarka ilə müharibə 1864-cü ildə baş vermişdi. Bu müharibədə Danimarka məğlub olmuş, Prusiya qalib gəlmişdi. Və elə həmin ildə Danimarka, Prusiya və Avstriya arasında müqavilə imzalanır. Və Danimarka, Şlezvik və Holşteyni Prusiya və Avstriyaya verir. Və burada bir məqam var. Şlezvik və Holşteyn. Baxaq. Şlezvik və Holşteyn Danimarka ilə müharibə apardı. Şlezvik və Holşteyn verildi kimə? Almanlara verildi. Hansı ki Şlezvik və Holşteyn gələcəkdə Prusiya və Avstriya müharibəsinin səbəblərindən birinə çevriləcəkdir. Gəlin indi baxaq. Bu 1864-də Danimarka ilə apardığı müharibədir. 1866-cı ildə isə müharibə aparılacaq. Bir dəqiqə. Müharibə aparılacaq. Prusiya müharibəni Avstriya ilə aparacaq. Müharibənin səbəblərindən biri nədir? Şlezvik və Holşteyn ərazilərini idarə edilməsi üstündə yaranan narazılıq idi. Və Alman İttifaqı daxilində, biz dedik ki, Alman İttifaqı nə vaxt yaranmışdı? 1815-ci ildə Viyana Konqresinin qərarı ilə yaranmışdı. Həmin konqresdə deməli ittifaqda, Alman İttifaqında Prusiyanın mövqeyi daha üstün idi və Avstriya bunu qəbul edə bilmirdi. Elə məhz bu səbəbdən 1866-cı ildə Prusiya və Avstriya müharibəsi başladı və Almaniyanın birləşdirilməsində də əsas əngəl Avstriya idi və 1866-cı ildə baş verən bu müharibə və belə deyək də Prusiya müharibəni başlatmaq istəyirdi. Amma onun narahat olduğu bir məqam var idi. Otto von Bismarck Fransadan narahat idi. Çünki özü Avstriya ilə, yəni Prusiya Avstriyaya müharibə elan etsəydi, müharibə elan etdiyi halda Fransız 3-cü Napolyon idi. O zaman hakimiyyətdə 3-cü Napolyon idi Fransada. 3-cü Napolyon Prusiya ərazisinə gəlib daxil ola bilərdi və bundan çox narahat idi. Amma Otto von Bismarck öz siyasəti nəticəsində, siyasi xətti nəticəsində deyək, Fransanın bitərəfliyinə nail olmağı bacardı. Və 3-cü Napolyon da dedi ki, mən nə Avstriya işinə qarışıram, nə Prusiyanın işinə qarışıram və siz öz aranızda müharibə aparmaq istəyirsinizsə müharibə apara bilərsiniz. Nəyə görə Fransa 3-cü Napolyon bu məsələyə qarışmadı? Çünki o da istəyirdi ki, Avstriya və Prusiya arasında müharibə baş versin. Bu müharibədə hər iki tərəf zəifləsin, yəni Avstriya və Prusiya zəifləsin və gələcəkdə Fransa həmin əraziləri, yəni Avstriya və Prusiyanın ərazisini asanlıqla ələ keçirsin. Bunun üçün 3-cü Napolyon sakit dayanıb kənardan izlədi bu müharibəni və 1866-cı ildə Avstriya və Prusiya arasında Sadova döyüşü baş verdi. Sadova döyüşündə Prusiya ordusu qalib gəldi. Bu zaman Bismarck, biz bir məqama da diqqət yetirək. Deyirik ki, Almaniya kralı 1-ci Wilhelm Avstriyanın paytaxtı Viyananı tutmaq istəyirdi. Amma Bismarck Wilhelmin bu planına qarşı çıxdı. Nəyə görə bu planına qarşı çıxır? Gəlin buna diqqət yetirək. Çünki həmin dövrdə, yəni 1866-cı ildə Prusiya Fransa ilə yeni müharibə ərəfəsində idi və Avstriyanın tamamilə məhv edilməsi Avropada güc tarazlığının pozulması demək idi və Prusiyanın da zərərinə ola bilərdi. Yəni Prusiya bu əlbəttə ki, xeyir verə bilməzdi. Ona görə Prusiyanın varlığına son qoymadılar. 1866-cı ildə Prusiyada Avstriya müqaviləsi, Prusiya və Avstriya arasında müqavilə imzalandı. Müqavilənin şərtinə görə Avstriya Şlezvik və Holşteyn ərazisinin Prusiya verilməsindən razı oldu. Gəlin bir məqama da yenə diqqət yetirək. Şlezvik və Holşteyni nə vaxt geri almışdı, daha sonra tutmuşdu bu əraziləri? 1864-cü ildə Danimarkanı məğlub edərək Prusiya Şlezvik və Holşteyni ələ keçirir, hansı ki burada dedik həm də Avstriyada var idi.
Sonra davamında deyirik ki, 1866-cı ilin müqaviləsində yenə təkrar edir. Şlezvik və Holşteyn Prusiyaya verilməsinə Avstriya razı oldu və Alman İttifaqına son qoyuldu. Alman İttifaqı təkrar bir də soruşuruq. Neçənci ildə yaranmışdı? 1815-ci ildə. Və Alman İttifaqına son qoyulduqdan sonra Şimali Alman İttifaqı yaradıldı. Şimali Alman İttifaqının konstitusiyası da 1867-ci ildə qəbul edilmişdi. Şimali Alman İttifaqına daxil olan dövlətlərin daxili müstəqillikləri var idi. Onların daxili müstəqillikləri saxlanmışdı, lakin xarici siyasətdə və hərbi məsələlərdə Prusiyadan asılı idi. Buna da diqqət yetirək. Deməli, Prusiyanın Danimarka ilə müharibəsi neçənci ildə oldu? 1864-də Danimarka məğlub oldu. Şlezvik və Holşteyn ələ keçirildi. Prusiya sonra hansı dövlətlə müharibə elan etdi? Alman dövləti olan Avstriya ilə müharibə etdi. 1866-da Prusiya qalib gəldi. Və Şlezvik və Holşteyn bir dəfəlik kimin nəzarətində kimə verildi? Prusiyaya verildi və Alman İttifaqına son qoyuldu. Və indi gəlirik növbəti müharibəyə, Prusiya-Fransa müharibəsi və Prusiya-Fransa müharibəsində də yenə Prusiya üstünlük əldə edəcəkdir. İlk öncə Fransa nəyə görə Prusiyaya qarşı müharibəyə hazırlaşdı? Fransanı burada görürük yəqin ki, Fransa nəyə görə Prusiya müharibə elan etdi? Çünki öz qonşuluğunda güclü Prusiya dövlətinin, hansı ki qonşuluqdadır görürsünüz, güclü bir dövlətin, Prusiya dövlətinin və yaxud da Alman dövlətinin yaradılmasını istəmirdi. Elə məhz buna görə 1870-ci ildə Prusiya və Almanlar arasında Sedan döyüşü baş verdi. Sedan döyüşündə qalib gələn tərəf kim olmuşdu? Almanlar, yəni Prusiya krallığı qalib gəldi və fransızlar məğlub oldu. Biz buna Sedan döyüşünü Fransa üçün böyük bir məğlubiyyət hesab edirik. Və 1871-ci ilin yanvar ayının 18-də Versal sarayında keçirilən tac qoyma mərasimində Prusiya kralı 1-ci Wilhelm imperiya tacını qəbul edir və Almaniya imperiyası yaradılır. Baxın, Fransa Prusiya ilə müharibədə neçənci ildə məğlub oldu? 1870-də. Elə Almaniyanın təzyiqi ilə Fransada nə dövrü idi həmin dövrdə? İmperiya dövrü, 2-ci imperiya dövrünü yaşayırdı. O 2-ci imperiya başa çatdı. Fransada 3-cü respublika başladı. 3-cü respublika 1940-cı ilə qədər davam edir Fransada. Baxın, Fransada 3-cü respublika başlayır. Almaniyada isə 1871-ci ildə Almaniya nə adlanacaqdı? Almaniya imperiya adlanacaq 1871-də və artıq əlbəttə ki, vahid bir imperiya çevrilir Almaniya və Wilhelm imperator olur, Bismarck isə kansleri, baş naziri olacaqdı. Az sonra elə bu tac qoyma mərasimindən sonra Fransa ilə Prusiya arasında müqavilə imzalanır. Versal müqaviləsi deyirik biz buna. Yeni kitablarda Frankfurt sülh müqaviləsi kimi də qeyd olunur. Həmin müqavilənin şərtinə görə Elzas və Lotaringiya ərazisi Almanlara verilir. Yəni qalib dövlət kimsə ona verilməlidir. Yəni fransızlar məğlub olub həmin əraziləri kimə verəcəkdir? Almanlara verir Elzas və Lotaringiyanı və Fransa müharibədə təzminat kimi 5 milyard frank təzminat ödəməli olur. Bundan da əlavə biz indi nəyə diqqət yetirəcəyik? 1867-ci ildə bir məqama diqqət yetirməmişik. Avstriya-Macarıstan imperiyası adlanmağa başlayır Avstriya və 1879-cu ildə Avstriya-Macarıstan deməli müqavilə bağlanması nəticəsində Almaniya Avstriya-Macarıstan ittifaqı yaradılır və həmin ittifaqa 1882-ci ildə İtaliya daxil olur və İtaliyanın daxil olması ilə Üçlər İttifaqı adlanmağa başlayır. Nəyə görə Üçlər İttifaqı və nəyə görə Antantanın yaranmasını gələcək mövzularda izah edəcəyik. İlk öncə deyirik ki, Almaniya Avstriya-Macarıstan ittifaqı nə vaxt yaranır? 79-da. Nə vaxt İtaliya daxil olur? 82-də və bununla da Üçlər İttifaqı yaranmış olur. Belə və digər bizim diqqət yetirəcəyimiz məqamlardan biri nədir? 20-ci yüzilliyin əvvəlində Almaniyanın Avropada hökmranlıq iddiasını
gücləndirən əsas səbəblər var idi. Hansı ki, dənizlərdə İngiltərə ilə rəqabət hazırlaşırdı və Osmanlı İmperiyasında yüksək nüfuz əldə etməsi idi. 1905-ci ildə Almaniyanın baş qərargah rəisi Alfred von Schlieffen rəhbərliyi ilə Schlieffen planı hazırlandı. Schlieffen planında nəzərdə tutulurdu ki, qısa müddət ərzində Fransa məğlub edilməli, sonra isə Rusiya müharibə aparmalıydılar. Yəni Schlieffen planı ilk öncə Fransanın, daha sonra isə Rusiyanın ələ keçirilməsini nəzərdə tuturdu. Və Almaniya sənaye inkişafının həcminə görə Fransa və İngiltərənin 20-ci yüzilliyin əvvəlində ötüb keçir və ABŞ-dan sonra sənaye inkişafına görə dünyada ikinci yerə çıxır. Və Almaniyada xarici kapital ixracı artdı. Gəlin xronologiyaya yenidən diqqət yetirək. Xronologiya. 1814-1815-də nə oldu? Viyana Konqresinin qərarları Alman İttifaqı yaradıldı. 1834-də gömrük məntəqələri sərhədi Alman İttifaqında gömrük sərhədlərinin ləğv edilməsi, bu da ticarəti inkişaf elətdirdi. 1848-ci ildə Almaniyada nə başladı? Burja inqilabı. Neçənci ildə yatırıldı? 49-da. Qalib gələ bildimi? Xeyr, məğlub oldu. Parlamentin qovulması ilə məğlub olur. Lakin 49-da nə əldə olunur? Prusiyada konstitusiya qəbul olunur, amma Almaniya vacib şəkildə birləşdirilə bilmir. Və bu burja inqilabının Almaniya üçün gələcəkdə nəticəsi nə olmuşdu? Sənaye çevrilişi başlayır və kapitalizm inkişafı sürətlənir. 1862-ci ildə birinci nazir kim təyin edilmişdi? Baş nazir daha doğrusu 1-ci Wilhelm tərəfindən Otto von Bismarck. Otto von Bismarck dövlətin nə cür birləşdirilməsinin tərəfdarı dəmir və qanla o parlamentli monarxiyaya qarşı çıxırdı, demokratik azadlıqlara qarşı çıxmış, Rusiya ilə yaxınlaşmış və güclü böyük dövlətlərin dəstəyini almağa çalışırdı. 1800 Almaniya hansı dövlətlərlə biz dedik müharibə apardı? Danimarka ilə, ardınca Avstriya və ən sonda da Fransa. Hər üç müharibədə də Prusiya qalib gəlmişdi. Hər üç müharibədə. Gəlin bir digər məqama diqqət yetirək. 1864-cü ildə Prusiya Danimarka ilə vuruşdu. Şlezvig və Holstein ələ keçirildi. 1866-cı ildə Prusiya və Avstriya müharibəsi başladı. Burada Prusiya qalib gəldi və Prusiya-Avstriya müqaviləsinə görə Şlezvig və Holstein Prusiyaya verildi. Alman İttifaqı dağıldı. Əvəzində nə yaradıldı? Şimali Alman İttifaqı. Şimali Alman İttifaqının konstitusiyası nə vaxt qəbul olunub? 1867-də. Şimali Alman İttifaqının daxili müstəqilliyi qalır, lakin xarici məsələlərdə və hərbi məsələlərdə Prusiyadan asılı idilər. Sonra 1870-ci ildə Prusiya-Fransa arasında Fransa-Prus müharibəsi başlayır. 70-də Fransa 3-cü Napoleon Bonaparte 1870-də məğlub olur. Buna Sedan döyüşü deyirdik və 1870-ci ildə Fransada imperiya dövrü başa çatır. Fransa nəyə çevrilir? 3-cü Respublikaya çevrilir və yaxud da 3-cü Respublika dövrü başlayır. Almaniyada isə imperiya dövrü başlayır və imperiya, vahid imperiya yaradılır. Bu imperiyanda imperatoru 1-ci Wilhelm, Bismarck isə kansler təyin ediləcək, daha doğrusu baş nazir oldu. Bundan sonra gəlirik biz 1871-ci ildə Frankfurt müqaviləsidir. Elzas-Lotaringiya kimə verilir? Fransızlar Almanlara verir və Fransa müharibəyə görə 5 milyard frank təzminat ödəməli idi Almanlara. Sonra 1879-cu ildə ittifaq yaranır. Bu ittifaqı yaradan dövlətlər hansıdır? Avstriya, Macaristan və Almaniya 1879-da ittifaq yaradırlar. 82-də bura hansı dövlət daxil olur? 82-də bura daxil olacaq İtaliya. Və bunlarda üçlər ittifaqı yaranır. Üçlər ittifaqının yaranması 1882-ci il oldu. 1905-ci ildə Schlieffen planı hazırlanır. Schlieffen planına görə bir il müddətində və yaxud da ki, qısa bir müddətdə Fransa və Rusiya ərazisi ələ keçirilməli idi. Dərsimiz bu qədər. Ümidvaram ki, hər biriniz üçün faydalı video izah olar. Çox sağ olun.